Belə bir məsələyə baxaq. Deyir ki, K nöqtəsindən sərbəst buraxılan 5 kiloqram kütləli cisim sərtliyi 1000 Newton bölü metr olan yayı 50 santim sıxa bilir. Buna əsasən K nöqtəsinin yerdən olan hündürlüyünün neçə metr olduğunu tapın. Bu zaman biz baxırıq ki, cisim buradadır. Burada sərbəst buraxılan deyil. Sərbəst buraxılan sözü var deyə cismin kinetik enerjisi 0 olur. Kinetik enerjini 0 götürürük. Buradakı onda tam enerji yalnızca tam enerji kinetik və potensial enerjinin cəminə bərabər olur. Kinetik enerji də 0 olduğuna görə yalnız potensial enerjinin düsturunu götürürük. Yəni mgh yazırıq. Sonra cisim bu yolda gəlir və nəticədə sıxılır. Sıxılır və bu zaman son sürətdə 0 olur. Son sürət 0-a bərabər olur. Buradakı tam enerji isə tam bərabərdir yenə kinetiklə potensialın cəmi. Kinetik enerji 0 olur. Buradakı potensial enerjini yazanda isə Y potensial bərabər olur. Yayın potensial enerjisinin düsturu olmadı. Kx kvadratı bölü 2'dir. Kx kvadratı bölü 2 düsturu ilə hesablanır. Və buradan da ikisini bir-birinə bərabər götürürük. İkisini bir-birinə bərabərləşdirən zaman yazırıq ki, mgh bərabər olur kx kvadratı bölü 2'yə. Buradan da deməli hündürlüyü soruşur. Hündürlüyü tapanda da h bərabərdir kx kvadratı bölünsün 2mg düsturu ilə hesablanıb tapılır.